Salam əziz dostlarım, necəsiniz, yaxşısınızmı? Mən yeni bir seriyaya başlayıram. Bu seriyada təbiət, bəlkə də digər fənlərin də gələ bilər. 5 və 6-cı sinifdən mövzu izahlarına birlikdə baxacağıq. Gəlin başlayaq. Bugünkü izah edəcəyimiz mövzu təbiət 1-ci hissə 5-ci sinif kitabına aiddir. Gəlin 1-ci hissəmizdən başlayaq. Bugün öyrənirik insan orqanizmini. Birinci bölməmiz, birinci dərsimiz olacaq hüceyrədən orqanizmi. Gəlin baxaq. Məktəb binası kərpiçlərdən, daşlardan, divarlardan, otaqlardan təşkil olunur. Bəli, biz öyrəndik ki, deməli, baxın, yuxarıda şəkli verilibdir. Biz bir ev tikmək istəyəndə və yaxud da bir məktəb tikmək istəyəndə ilk öncə loru dildə desək, kərpiclərimizi, betonlarımızı toplayırıq. Sonra biz onları birləşdiririk. Sonra evin bünövrəsini qoyuruq. Sonra evin bütün hazırladığımız məlumatlar, yəni qapısıdır, damıdır, onları birləşdiririk. Axırda da rəhləyirik, yəni tam hazır olur. Baxın, biz evi tikərkən biz birinci elə bu toxumadan, yəni birinci divarlardan hörməyə başlamırıq ki, birinci betonlardan hazırlamaya başlayırıq. İnsan orqanizmin quruluşu da həmçinin hüceyrədən. Bütün canlılar hüceyrədən təşkil olunub. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş vahididir və birinci quruluş vahiddir. Sonra eyni funksiyaya malik hüceyrələr qrupu hüceyrə arası maddə ilə birlikdə toxum əmələ gətirir. Yəni, biz nətər ki, betonları, nə deyirdilər o, simet deyirlər, nə deyirlər, onunla birləşdiririk. İnsan orqanizmində isə hüceyrələr hüceyrə arası maddə ilə birləşir, alınır toxuma. Sonra bu toxumalar da birləşir. Orqanlar birlikdə fəaliyyət göstərən müxtəlif tip toxumalar qrupundan təşkil olunmuşdur. Sonra orqanlar sistemi olur. Orqanlar birləşir, olur orqanlar sistemi. Sonra da ən axırda da bilirsiniz ki, orqanizmdir. Bəli. Biz də indi keçəsik, bir bu bölməni keçəsik, bir bu bölməni keçəsik indi. Bir buranı keçəsik, bura, bəlkə də bölərəm bunu. Çünki insan orqanizmi mövzusu çox uzundur. Mən bölmək hissə edərəm. Hüceyrədən orqanizmi mövzusunu məncə anladıq. Gəlin, orqanlar sistemi hansılardır? Baxın, qan dövranı var. Qan dövranı qanın bədəndə hərəkətini təmin edir. Bunu bildik. Sonra tənəffüs sistemi var. Tənəffüs sistemində biz birazdan keçəcəyik 6-cı sinifdə idi o deyəsən. Qazlar mübadiləsi keçəcəyi, həmçinin ağciyərlərdə qazlar mübadiləsi də tənəffüs sistemi vasitəsilə baş verir. Sonra həzm sistemi də indi keçəcəyik bəlkə digər videoda. Həzm sistemi də bizim yediyimiz, qəbul etdiyimiz qida parçalandıqdan sonra qana sorulur. Sinir sistemi duyğu orqanları ilə qəbul edilən informasiyanı sinirlərin köməyi ilə toplayır, təhlil edir və orqanizmin bütün funksiyalarını tənzimləyir. İfrazat sistemi ilə qandakı tullantı maddələri bədəndən xaric edir. Sümük sistemi bədənin dayağını təşkil etməyə yanaşı, ona forma və görünüş verir. Həmçinin bu sümük sistemi bədəndə qalxan rolunu oynayır da, çünki daxili orqanlarımızı qoruyur bir növ. Əzələ sistemində sümüklərlə birgə bədənin hərəkətini təmin edir. Bizim əsas orqanlarımız harada yerləşir? Baxaq görək. İnsan bədəni 3 hissəyə ayrılır. Baş, gövdə, ətraf. Bu hissə baş, bu hissə bir dəqiqə, nə deyir orada? Bu hissə gövdə, bu bizim qollarımızdır, ayaqlarımızda olur, ətraflarımız.
ətraf hissələrimizdə belə baxanda. Aha, deyir ki, bədənin əsas orqanları baş və gövdədə yerləşir. Döş və qarın boşluqları gövdə hissəsinə aid edilir. Yəni, döş boşluğu və qarın boşluğu nədir? Gövdəyə aiddir. Bir də biz necə hərəkət edirik? Gəlin, baxaq. Yemək yemək üçün qidanı ağzımıza aparırıq. Sizi çağıran insanı görmək üçün arxaya dönürük, idman edirik. Siz hərəkət edə bilməsəniz, o zaman gündəlik həyatınızda bu və ya digər fəaliyyətləri yerinə yetirə bilməzsiniz. Hərəkət edə bilməyimizin səbəbi insan orqanizmində birgə fəaliyyət göstərən iki sistemin, yəni sümük sistemi və əzələ sistemlərinin olmasıdır. Biz bayaq burada oxuduq. Əzələ sistemi sümüklərlə birgə bədənin hərəkətini təmin edir. Sümük sistemi görə baxaq nədir? Sümük sistemi bədənimizə forma verən skeletdən ibarətdir. Əgər bu sistem olmasaydı, ayaq üstə dura və ya otura bilməzdik. Dedik axı ki, bədənin dayağını təşkil edir. Ayaqda dura bilirik, otura bilirik. İnsan skeleti sümüklər və onların birləşmələrindən təşkil olunur. Gəlin baxaq, kəllə skeleti. Gəlin baxaq birinci kəllənin skeletinə görək. Kəllənin skeletində nədir? Kəllə bir neçə sümükdən ibarət olur, beyni qoruyan dəbil rolunu oynayır. Yəni, başa qarşı gələn zərbələrdən beynimizi qoruyur. Əslində, hər bir sümük, bax bu əslində döş qəfəsidir, kəllə sümükdə, onurğa sütunu elə yox, o qədər qorunmur. Amma kəllə skeleti ilə döş qəfəsi daxili orqanlarımızı qoruyur. Aha, döş qəfəsi, baxın, bura mütləq yadınıza qalmalıdır ki, mentonikdə də çox düşür. Döş qəfəsini təşkil edən 12 cüt qabırğa. 12 cüt nədir? Qabırğa sümüyü, qabırğa, pilius, nədir? Döş sümüyü, bir də döş sümüyü. Döş sümüyü. Ürək və ağciyərləri xarici təsirlərdən qoruyur. Onurğa sütunu 33 və ya 34 sümükdən ibarətdir. Onun sayəsində bədənimizi düz vəziyyətdə saxlaya və yaxud da bükə bilər və də həmçinin onurğa beyni olur. Nətər ki, kəllə skeleti bizim beynimizi qoruyursa, onurğa sütunu da onurğa beynini qoruyur. Baxın, buranı da əslində bilməlisiniz. Onurğa sütuna sahib olan heyvanların skeleti oxşar quruluşa malikdir. Kərtənkələnin skeletini görürük, göyərçinin skeletini görürük, qurbağa, meymun, fil, at. Aha, baxın, deyir ki, yetkin insanların skeleti ilə uşaqların skeletlərini müəyyən etdikdə onların daha böyük olduğunu görürük. Baxın, belə izah eləyək ki, biz əslində yaşımız artdıqca sümüklərimiz də qalınlaşır. Həm sümüklərimiz genişlənir, həm də istər-istəməz boyumuz uzayır da bizim. Uzadıqca sümüklərimiz də uzanır və yetkin insanların sümükləri uşaqlara nəzərən daha böyük olur. Bunu biz bilirik onsuz da. Bəli, bu son artıq mövzumuzda, qalanlarına digər videoda. Sümük birləşmələri və hərəkət. Sümüklər bir-biri ilə birləşərək sümük birləşmələrinə gəlir. Sümük birləşmələrinin 3 cür forması olur. Hərəkətsiz, yarım hərəkətli və hərəkətli. Baxın, buralar mütləq yadınızda qalsın, monitoringdə çox düşür. Kəllə sümüyü. Kəllə sümüyü əksər sümükləri bir-biri ilə hərəkətsiz birləşir. Onurğa sütunu yarım hərəkətlidir. Çünki biz belimizi bükə bilirik. Yarım hərəkətli. Y-H. Hərəkətli birləşmələrə oynaq və ya qollarda rast gəlirik. Biləklərimizdə, ayaqlarımızda, belə. Bəzən müxtəlif səbəblərdən sümüklərimiz çatlaya və sına bilər. Sınmış sümük özünü bərpa edə bilir. Həkim sınıq olan nahiyyə gips sarğısı qoyur ki, zədələnmiş hissə tamamilə hərəkət qalsın və sınmış sümük bir-biri ilə bitişsin. Bəli. Burada da şəkildən də görə bilərik. Bəli.
Hələ ki bugünkü izahımız da bu qədər idi. Biz bugün təbiətin 5-ci sinif 1-ci hissəsindən insan orqanizmi bölməsindən hüceyrədən orqanizmə orqanlar sistemi hansılardır? Bizim əsas orqanlarımız harada yerləşir? Biz necə hərəkət edirik? Və sümük birləşmələri və hərəkət dərslərini məncə anladıq. Belə bugünlük dərsimiz bu qədər. Belə cür videoların gəlməsini istərsinizsə, zəhmət olmasa abunə olub like atmayı unutmayın. Sağ olun.